Tarixi ədalətin zəfəri, Xocalı kəndləri doğma sakinlərini qarşılayır. Azərbaycanın çoxəsirlik tarixinə qızıl hərflərlə yazılan Böyük Qayıdış proqramı çərçivəsində doğma yurd yerlərimizin bərpası və soydaşlarımızın öz evlərinə qayıdışı böyük coşqu ilə davam edir. Uzun illərin həsrətindən sonra Xocalı rayonunun Ballıca, Təzəbinə, Badar və Xanyurdu kəndlərinə vətəndaşlarımızın növbəti köçü reallaşıb. Bu tarixi hadisə təkcə bir məskunlaşma prosesi deyil, həm də milli qürurumuzun və tarixi ədalətin bərpasının növbəti bariz nümunəsidir. Dövlətimizin rəhbərliyi tərəfindən azad edilmiş ərazilərdə yaradılan müasir infrastruktur, dayanıqlı məskunlaşma və iqtisadi dirçəliş layihələri Qarabağın hər bir güşəsini yenidən canlandırır. Bu prosesdə dövlət qurumları ilə yanaşı, ictimai cəmiyyət institutlarının da rolu getdikcə artmaqdadır. Tarixi köç tədbirində ictimaiyyət nümayəndələrinin iştirakı, Xocalı kəndlərinə sakinlərinin geri dönməsi münasibətilə keçirilən təntənəli tədbirdə dövlət rəsmiləri ilə bərabər ölkənin aktiv ictimai təşkilatlarının nümayəndələri də iştirak ediblər. Tədbirə xüsusi dəvət alanlar arasında Siqnal İctimai Nəzarət Təşkilatının rəhbər heyəti də yer alıb. Ağalar Məmmədov, Siqnal İctimai Nəzarət Təşkilatının regionlar sədri, Ələsgər Ağayev, Siqnal İctimai Nəzarət Təşkilatı Xankəndi şəhər sədri, Ayaz Məmmədov, Xankəndi şəhər təşkilatının sədr müavini. Təşkilat rəsmilərinin bu mötəbər tədbirdə iştirakı azad olunmuş ərazilərdə aparılan yenidən qurma və məskunlaşma işlərində ictimai nəzarətin və vətəndaş həmrəyliyinin nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini bir daha nümayiş etdirir. Təşkilat təmsilçiləri köçən sakinlərlə görüşərək onların sevincini bölüşüb, yeni məskunlaşan ailələrə xoş arzularını çatdırıblar. Bugün Azərbaycanda güclü və fəal vətəndaş cəmiyyətinin formalaşmasında Siqnal İctimai Nəzarət Təşkilatının fəaliyyəti xüsusi rəğbətlə qarşılanır. Təşkilat yarandığı gündən bəri dövlət və cəmiyyət arasında möhkəm körpü rolunu oynayır. Qanunçuluğun, şəffaflığın və sosial ədalətin təmin olunmasına mühüm töhfələr verir. Siqnal İctimai Nəzarət Təşkilatının regionlar sədri Ağalar Məmmədovun, Xankəndi təşkilatının rəhbərliyi Ələsgər Ağayev və Ayaz Məmmədovun bu qayıdış prosesində fəal mövqe nümayiş etdirməsi təşkilatın Qarabağın dirçəlişinə verdiyi real dəyərin göstəricisidir. Xocalının Ballıca, Təzəbinə, Badar və Xanyurdu kəndlərində ucalan Azərbaycan bayrağı və yenidən eşidilən uşaq gülüşləri bu torpaqların əbədi sahiblərinə qovuşduğunun ən böyük sübutudur. Dövlətin qətiyyəti, xalqın birliyi və Siqnal kimi fəal ictimai təşkilatların davamlı dəstəyi sayəsində Qarabağ tezliklə regionun ən abad, təhlükəsiz və çiçəklənən güşəsinə çevriləcəkdir. Qayıdışınız mübarək, yolumuz açıq olsun. 16 may 2026-cı il. Siqnal İctimai Nəzarət Təşkilatının mətbuat xidməti.